Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz möminlər, əziz izləyicilər, hər birinizi xoş gördük. Mübarək Ramazan ayındayıq. Allah itaət və ibadətlərinizi qəbul etsin. Mövzumuz Quranda imamət məsələsidir. Keçən bəhsimizdə buna işarə etdik ki, bir insan Qur'an-ı Kərimdən bir məsələni çıxarış etmək istəyirsə, heç şübhəsiz müəyyən bir mərhələlərə, məqamlara riayət etməli. Bu məqamlara riayət etdikdən sonra deyə bilər ki, Qur'anın bu məsələ barəsində baxışı, görüşü budur. İstərdim bugün bu mövzunu müzakirə edək, imamət məsələsinə müqəddimə olaraq. Ümumən, Qur'anda imamət mövzusunun yeri, mövqeyi hansı formadadır? İcazənizlə bu məsələni daha geniş, açıq formada nisbətən müzakirə edək. Bildiyiniz kimi, Qur'an-ı Kərim tədrici olaraq Allah Rəsuluna nazil olub və bu Qur'an əvvəlki kitabların qoruyucusu, bəyan edicisi və eyni zamanda yeni məsələlərlə, yeni mövzularla Allah tərəfindən nazil olmuşdur. Buna görə biz ümumi olaraq Qur'an-ı Kərimdə gələn mövzuları bir neçə növə, hissəyə bölə bilərik. Mövzuların bəyan olunması cəhətdən. Bəzi mövzular Qur'an-ı Kərimdə tam olaraq Qur'ana xas olan məsələdir. Yəni, Qur'andan əvvəl heç bir kitab, heç bir adət, ənənə bu məsələni bəşəriyyətə çatdırmamışdı. Buna deyirlər təsisi, yəni Qur'an bunu müəssis edib, Qur'an bunu təsis edib, yaradıb. Məsələn, Kəbənin qiblə olması Qur'anın əmrinin əsasındandır. Çünki Qur'andan qabaq, Qur'anın göstərişindən qabaq həm Kəbə var idi, həm də Beytul Müqəddəs. Qur'an gəldi bu məsələni tam olaraq bir Allahın ibadətlərinin yerinə yetirilmə istiqaməti olaraq bildirdi. Eyni zamanda müxtəlif şəriət məsələləri tam olaraq Qur'ana xas olan bir məsələdir. Əvvəlki şəriətlərdə bu məsələ yoxdur. Bu məsələnin geniş forması fiqh elmində müzakirə olunur. Hər bir halda, yəni biz bilək ki, Qur'anda bəzi mövzular var ki, onlar təsisidir. Yəni Qur'ana xas olan mövzulardır. Əvvəlki dinlərdə, adət-ənənələrdə heç bir formada bu qanun yox idi. İkinci növ, Qur'anda yer alan məsələlər, bir məsələnin mənfi haldan müsbət hala keçididir. Yəni, Qur'an-ı Kərim müəyyən məsələlər ki, cəmiyyətdə mənfi olaraq bilinirdi, onu müsbət hala keçirdi. Bu var idi, amma Qur'an onun mahiyyətini dəyişdi. Məsələn, riba məsələsi Qur'andan qabaq cəmiyyətlər arasında mövcud olan bir məsələ idi. Qur'an-ı Kərim bunu qadağan etdi, onun yerinə infaq anlayışını cəmiyyətə təqdim etdi. İnfaq ribanın qarşılığında yaradılan bir məsələdir, infaq etmək. İnfaq etmək cəmiyyətdə mənfi kimi qələmə verilirdi, riba isə müsbət. Quran gəldi, bunun üzərindən xətt çəkdi, ikincisini göstərdi. Yəni, var idi, amma mahiyyətini dəyişdi. Üçüncü növ məsələlər qadağaların tətbiqidir. Yenə Qur'an-ı Kərimdən əvvəl var idi bu məsələ. Amma onun qarşısında hər hansı bir hökm yox idi. Məsələn, şərab içmək, Qur'an-ı Kərim gəlib bunu qadağan etdi. Baxmayaraq ki, əvvəlki dinlərdə də şərab içmək var idi və sair şər'i məsələlər var idi. Amma Qur'an-ı Kərim bunu gəlib başqa formada qadağan etdi. Buna məhdudiyyətlər qoydu, buna cəza verdi, cəza sistemini dəyişdi. Yenə var idi, amma Qur'an-ı Kərim bunun qanunlu, bunun dövrəsinə sahib olan qadağaları fərqli olaraq izah etdi. Dördüncü növ məsələ imzaiyyə adlanır. Yəni,
İslamdan əvvəl ya səmavi kitablarda var idi, ya insanların adət ənənəsi idi. Qur'an-ı Kərim gəlib bunları təsdiqlədi. Bunların qadağan etmədi. Məsələn, ticarət. Ticarət Qurandan qabaqda var idi. Bir adət ənənə olaraq da, dini ayin olaraq da, istər Məsihiyyətdə, Xristiyanlıqda, Yahudiyyətdə bunlar var idi. İslam da gəldi, bunu imzaladı. Dedi, bəli, bu ki, iş görürsünüz, düzdür, doğrudur. Beşinci növ məsələ isə, İslamdan qabaq var idi, Qurandan qabaq var idi. Quran onun mahiyyətini dəyişmədi. Qadağa tətbiq etmədi. Lakin onu ən üstün, ən kamil formasını təqdim etdi. Qurandan qabaq əxlaqi dəyərlər var idi. Səbir, təvəkkül və s. Amma Quran gəlib bunun ən üstün, ən ali məqamını açıqladı. Təsdiq etmədi bir cəhətdən. Yəni bunun ən üstün cəhətini vurğuladı. Sual budur ki, imamət mövzusu Quranda yeri bu 5 növdən olan hansındandır? Biz bilirik ki, imamət məsələsi İslamdan qabaq da var idi. Bir dini dəyər olaraq və yaxud bir adət ənənə olaraq var idi. İslam bunu qadağan etmədi. Eyni zamanda əvvəlki rəhbərlik anlayışını da ümumi olaraq qəbul etmədi. Bəs nə etdi imamət mövzusu barəsində? İmamət mövzusunu Qur'an-ı Kərim kamilləşdirdi. Onu insani, ilahi bir dəyər olaraq təqdim etdi. Demək, Qur'anda imamət mövzusu bir cəhətdən Qur'ana xas bir mövzudur. Yəni, Qur'andan əvvəl bu məqamı, bu mənsəbi heç bir nə adət ənənə açıqlayıb, nə hər hansı bir din. Bir cəhətdən Qur'ana xas olan bir mövzudur. O bir tərəfdən xeyr, Qur'andan əvvəl də var idi. İmamət mövzusu, rəhbərlik mövzusu, canişinlik mövzusu. Yəni, Qur'an həmən o mövzunun üzərindən elə bir formada bu məsələni kamil, daha üstün, ali bir formada təqdim etdi ki, sanki yeni bir mövzudur. Amma yeni bir mövzu deyil. Demək, imamət mövzusu Qur'ana bir cəhətdən xas, bir cəhətdən elə əvvəlki dinlərdə, adət ənənələrdə tapılan bir mövzudur. Mən nəticə olaraq, yəni bu mövzunun nəticəsi olaraq bunu deyirəm ki, əzizlər, imamət məsələsini araşdırarkən, təhqiq edərkən, bu incə məsələyə diqqət etmək lazımdır. Biz Qur'anın gətirdiyi imamət məsələsindən danışırıq, Qur'anın təsdiqlədiyi imamət mövzusundan danışırıq, yoxsa bütün bəşərdə, bütün insanlar arasında olan imamət məsələsi. Çünki Qur'an-ı Kərimdə bəzən bunların hər üçündən danışılıb. Ona görə bu ayələri təhlil edərkən bu məsələyə diqqət etmək lazımdır. İnşallah bunun ayələrlə nümunəsini gələn müzakirəmizdə siz əzizlərlə bölüşəcəm. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.